Mənim üçün problem deyil. İndi kim mənə rədd ol deyirəm baş üstə. Dağlara gedək, dağlara gedək. Dağların başı ayabaq. Salam olsun tamam Azərbaycan uşaqlarına. Nə deyir? Salam, mən Pələng, Şah Pələng. Əzimlər, sağ ol. Xudahafiz. Çantamı götürüm mən. Çox sağ olun. Uşaqlar, hal-hazırda Ərdəbilə getməliyəm və avtostopla gedəcəm. Təbrizin çıxışındayım. Bundan öncəki video Təbriz videosu idi. Bilmirəm, baxdınız ya yox. Salam əleykum. Su var. Su. Su. Su alaq. Ana. Balaca su alaq. Böyük su yox. 2 dənə bundan götürün. 2 dənə bundan götürün. Böyük suya yerim yoxdur. Bu neçədir? 23 min. Bir dəqiqə uşaqlar. Uşaqlar, bunun biri hardasa 70 qəpik edir. Öncəki videoya baxmamışsa orada detaylı hər şeyi başa salmışam. Bu isə çox xırda pullardır. İnşallah düz verib. Salam əleykum. Sağ olun dayı. Sağ ol. Avtostopla gedəcəm. Hansı ki Ərdəbildə qar var. Bilmirəm görsüyə yox. Qarşı tərəflər soyuq tərəflərdir. Belə. Yolçu yolunda gərək. Biraz piyada gedim. Yol incəlsin, oradan avtostopa başlayacağım. Uşaqlar, ağzımı bağladım ki soyuq hava ciyərlərimə getməsin. Hələ ki maşın saxlamır. Piyada mən də qabağa gedirəm. Saxlayacaq, saxlamayacaq bilmirəm. Tırlar saxlaya bilər. Nə siqnal verirsən? Maşına götür mənə. Belə. Soyuq da var uşaqlar. Günəşdə olduğuna baxmayın. Baxın dağlara. Dağlar qardır. Dağların başı ayabaq. Ərdəbilə gedirəm mən. Yo, mən qarşı Təbrizə ki, burada bura gəlim, yəni polis əsas edelim. Biraz qabaq gedər gələ bilərəm. Neçə kilometr geçsiz? Gələcəm, biraz gedib, 4-5 kilometr. Apar da məni 4-5 kilometr. Uşaqlar maşın tapdım. Əsas buradan çıxım. Çantanı qoyum arxa. Ay Allah. Salam əleykum. Salam əleykum. Bilmirsən? Hə, Allah razı olsun. Yaşa, Allah səndən də razı olsun. Burada... Nə üçün bilmirsən? Mən səyahət eləyirəm, gəzirəm. Gəzməksən. Sən hardansan? Mən də işləyirəm. Yox, hardansan? Təbrizdənəm? Təbrizdənəm, hə. Allah canı sağ eləsin. Sağ ol. Nə işləyirsən abi? Zuşkur. O nədir? Zuş, dəmir. Dəmir işi. Hə, dəmir. Allah avand eləsin. Sağ ol, sən də Allah avand eləsin. Mən Azərbaycandan gəlmişəm, Şirvandan. Vay, baba mənim kəhliyikdə, Azərbaycan bir olsun. İnşallah. İstəməyən kar olsun. İstəməyən kör olsun. Qardaş, çox sağ ol. Sağ ol, Var ol, təşəkkürlər. minnətdarım. Çox sağ ol. Çantamı götürüm, var, top vurdu. Nəsə havada top var. Ucuza bilet haradan alıram? Aviasiyasdan. Aviasiyasin web saytına daxil olaraq dünyanın istənilən bölgəsinə bilet ala bilərsiniz. Sağ ol qardaş. Sağ ol, sağ ol. Mən buradan müstəqim gedəcəm, müstəqim, düz. Görək inşallah maşın saxlayacaqmı, saxlamayacaqmı? Qırmızı dağlar da var, görürsünüz. Qəribə bir coğrafiyadır bura. Çox fərqli bir yerdir. İstisi desən deyir başqa, soğuğu desən bir başqa. İnsanlar mehribandırmı? Əlbəttə mehribandır. Böyük şəhərlər ola bilər, biraz soyuq olsunlar, amma kiçik şəhərlərə gedəndə şeydir, adı nədir? Belə mehriban olurlar. Dayı oradan deyir ki, taksini aparım, yoxdur. Silo, biz ambar deyirik, bəli. Dayı bu arada ambarlara buğda verilmiş.
Ha, yox, ambarda olurmuş. Hə? Ambarda olurmuşsunuz, Ha. bəli. Şey işidir də, yəni işi ambarda Ondan taxıl. ambarında var. Düğümüyle götürür gösterdir onlara. Hə? Düğümüyle götürür gösterdir onlara. Yaxşı, yaxşı. Hə, düyməni basanda çəkir. Hemen orada bakırlar da. Ha. İndi yox. Sonra baxacaqlar. Xəzər pəxşində mənim familiyam orada olar. Hə, Malik İsmailova. Malik İsmailov. Yolun düşsə deyərsən. Baş üstə. Sağ ol. Apa bizim O- de bir filmimizi bile hazır. O da sənin kimi televizyonda pəxş edir. Hə. Siz buna dürbün deyirsiniz deyəsən. Hə, dürbün. Dürbün. Dürbündür bu. Ha. Buna parasını televizyonda paylaş ediyorsun da. YouTube-a bəxş eləyəcəm. YouTube'a. YouTube. Bize gösterersin da YouTube. Bəli, bəli, indi bizi göstərir. Bəli. Hemen kuşta bakabilirler. İndi yox. Bir həftə sonra. Otay yoxumuzdur. Bizim ürəyimiz də birdir, qanımız Özümüz da də birdir, qanımız da Biz birdir. o qədər otay istəyirik, Allah şahiddir. Valla biz də sizləri çox istəyirik. Mən razıyam ki, burada misal ha, qardaşımı şey eləməyəm, oradakı famililərimi belə Qohumlarını ürəkdən demək qucaqlayam istəyirsən. ha. Quranın Famililər, olsun. qohumlar demək. Allah sizdən razı Sağ olsun. ol. Bir haftadan sonra YouTube'da bakarsan da. Mən YouTube vaxtım olmaz. Sən də baxarsan. Mənim vaxtım olmaz, Qurbanam sənə iradə. Bizim de arzumuz odur ki biz Azerbaycan'a gələk inşallah. İnşallah. Azərbaycana canım qurban. Allah razı olsun. Sövüyəm, bahamısın. Üzr istəyirəm, sözünüzü kəsirəm. Təbrizdə uşaqlar yol axtarıram. Dayı mənə dedi ki, buradan rədd olarsan. Deyirəm, bu rədd ol, mən neynədim ki, mənə rədd ol Bax deyir. bir, Sən demə deyirmiş ki, buradan gedəsən. Hə. İndi ələn bizim misal ha, bizim məmləkətdə hər kəs bir klass dalı qalsa deyirlər rədd olub. Yəni Hə. düşüb dalıya qalıb da. Siz deyirsiniz dalıya qalıb da. Bəli biz deyik Pis rədd. söz deyil, Biz nə? pis söz deyil bizə. Əslən pis söz deyil. Bəli sizlərə hə. Hə, bizdə rədd ol, Hə, yox, turistlərin yəni- dəf oladı. Yo, bizdə Yəni rədd məmuri verir. sözdür bax. Bunlar yani değil rəddə verin mesela. Yo, yamandır. O elə bir dedi, necə dəstür rədd olur, onun Aa. ondan da qələtdir, ondan da Aa. qələtdir. Bunlar istəyirsən aynı cür desinlər, o istəfib. Mənim üçün problem deyil. İndi kim mənə rədd ol deyir, deyirəm baş üstə. Yo. Orada yəni narahat olsalar deyirlər, yəni cəhənnəm ol. Biz deyirik ki, siz necə deyirsiniz? Rədd olan, deyirsiniz rədd ol, yəni gözümdən itkinə. siz nə deyirsiniz? Yəni gözüm görməsin səni. Biz dedik cəhənnəm ol. Cəhənnəm, bizdə də var. Get cəhənnəmə. Çox sağ olun, Gözüm var üstə. olun. Allah Sağ olun. Allah. Allah Sənə razı yaxşı yol olsun. arzu eləyəm. Çox sağ olun, var olun. Allah yaxşı yol versin. Qürur duyuram sizdən, çox sağ olun. Yenə kəmin kəsdi. Yox, çox sağ ol, pulum var. Sağ ol, sağ ol, sağ ol. Allah razı olsun. Sağ ol. Şurada bir dənə mənə vurub xəşil eləməyin. Rayondayam. Rayon kimi bir yerdəyəm. Adı nədir qardaş? Mehdi. Mehdi sağ olsun. Götürdü məni, dedi oradan səni heç kim götürməyəcək. Buradan gedəsən. Yəqin buralardan bir yerdən gedəcək. Sağ olay Mehdi. Qadan qalın. Azərbaycana bir salam göndər. Salam olsun tamam Azerbaycan uşaqlarına. Uşaqlar, gəldik Mehdinin dükanına. Dedi qardaş bir stəkan çay iç elə get. İnşallah çay içib yola qoyulacam. Bura Ərdəbil yolu da. Erdebil yolu. Ha, sağ ol. Gedib çataram bu gün yəqin Ərdəbilə. Gəl buradan düş ay Mehdi. Yıxılmasa yaxşıdır qardaş. Vay gitmişdi. Hoppa. Bu da Mehdinin maşını. Mercedes də bu. Gedəcək, çox bir yolumuz qalmayıb. Film götürme. Götürməyim. Özümü çəkim. Yok da götürme qət elə filmi. Sahibi. Yaxşı. Deyir, qət elə. Nə olacaq Mehdi qadan. Var. İçəri çox istidir. Soyunmasam
Elə bu paltarla qalsam həm tərləyəcəm, həm də çölə çıxanda çox soyuq olacaq. Kef ediyorsunuz Bakıda. Bakıda kef edirik. Siz də burada idi. Mehdi deməli, bir gün bir kişi ac olur. Deyir ki, yanındakı, ay qabaqdan kabab qoxusu gəlir. Uzaqdan kababın qoxusu nə gəlir? Gözəl. Gedir çatır görür ki orada eşək dağlayırlar ayda. İndi də otur da. Yəni o zurna səsi uzaqdan gəlir, qəşəng gəlir. Kef eləyir, eləmir. Şükür, həmd olsun. Qardaş gedirəm mən. Sağ ol, özündən müğayət ol. Sağ ol, sağ ol. İçəridə yemək pişirir. Dedi qonaq ol, dedim yox, yolumuzun. Bir stəkan çay içdim, bəsdir. Yola devam. Şimdi biz yolun o birisi tərəfinə keçməliyik. O birisi tərəfindən davam edəcəyik. Bu nə mənəm şeydir belə. Uşaqlar, buralara gəlib eləsəz, yolda çox ehtiyatlı olun. Allah eləməsin, bir xəta bəla baş verər. Keç mənim qardaşım, keç. İndi sizə deyirəm, özüm başına gələcək. Ayaqqabı da aldım bu arada. 50-60 manat elədi, səhv eləmirəmsə. Yaxşıdır, buna bənzər ayaqqabılar hardasa 90, 100, 120 manat idi Bakıda. Bəli. Bir də onu deyim ki, siz yaxşı insan olandan sonra və ürəyiniz təmiz olandan sonra Allah sizin qarşınıza həmişə yaxşı insanlar çıxardır. Unutmayın bunu. Mən bu yolda bunu öyrənmişəm. İnşallah Allah sizə də qismət eləsin. Səyahət eləməyi, bol-bol səyahət eləyərsiniz. Mən indi başa düşürəm ki, önəmli olan çox yaxşı ölkənin və ya hər hansı bir şəhərin gözəlliyi deyil. Cümləni nətər qurdum özüm də bilmirəm. Amma önəmli olan sizin əylənməyinizdir. Hansı ki, mənim ad günüm yaxınlaşır və mən 2 il əvvəl özümə ad günü hədiyyəsi olaraq Romaya bilet almışdım, təyyarə bileti. Mən Romada hansı həzləri yaşayırdımsa, bugün İranda və ya Əfqanistanda olacam. Ad günüm az qalıbdır. Və orada da bu həzləri yaşayacaq. Siz içinizdəki xoşbəxtliyi tapın uşaqlar. Və heç kim bu xoşbəxtliyi sizə bəxş eləməyəcək. Yalnız siz bəxş eləyəcəksiniz. Və özünüzdən ümidli olmağı unutmayın. Sadəcə və sadəcə özünüzdən ümidli olun. Çünki sizin yerinizə sizdən ümidli olacaq insanlar çox azdır. Allah razı olsun. Sağ ol. Çantamı götürün mən. Var olun, sağ olun. Sağ ol, sağ ol. Şimdi də gəldik. Belə bir yerdə düşdük. Belə bir kənddir. Nə kənddir sözüm də bilmirəm. Adın dediyi yadımdan çıxdı. Bir də onu deyim ki sizə, burada tarif deyə bir şey var. Bundan önceki videoda demiştim. Yəni suyu alırsınızsa, pulun verirsiniz. Deyir yox qalsın, yox qalsın. O qalsa siz də desən hə yaxşı sağ ol. Pulu verməsən o pisdir. Amma bu bir mədəniyyət kimi formalaşıb da. Yəni necə ki bizdə deyirlər, ey qardaşım qonaq ol. Burada da eyni şəkildə. Və fərqinə varmışam, çox adam o şəkildə səni yeməyə də dəvət eləyir. Sadəcə söz olsun deyə. Yəni, onun heç bir əhəmiyyəti yoxdur. Bəlkə də geçsən xətrinə deyər ki, buna bax, durdu gəldi yemək yemək. Bəzisi də ciddidir. Bunu ayırmaq çox çətindir. Nə bilim. Hissiyat məsələsi. Qardaş adınız nə idi? Mənim adım Məciddir. Məcid qardaş götürdü məni. İndi gedirik uşaqlar. Görək. Nə qədər gedəcək? 15 kilometr. Bəli, 15 kilometr. Duz-duzandır da. Duz-duzana qədər gedəcək. Çox sağ olun, var ol. Sağ ol. Bayaqki dayı bu dostuna mənə əmanət elədi. O daha iləri gəlirdi. Bir 30-40 kilometr. Dayı ilə gəldik. Bir dəqiqə də dayanmadıq. Ancaq söhbət elədik və çox belə fərqli söhbətlər elədi. Bəlkə də mən onu bölüşməyim düz olmaz o dayı üçün. Allah köməkləri olsun. Allah yardımcıları olsun. Belə gəlib gəzib özünüz də görə bilərsiniz. Lokal insanlarla söhbət eləsəz yaxşı olar, gözəl olar. Hara gedəcəm? Nə bilim. Fırlanıram əlimdə kamera. Salam baba, salam. Salam. Bunlar salam deyir. Salam. Ay salam əleykum. Salam dayı. Bananlar qara banandır. Mən birinci dəfədir görürəm.
Ya onlar bozdular, soğuk vurub gərəldi. Hə. İçi salim daha qabıqlar gərəldi. Neçədir bu? Bunlar kiloydu. Soyuqdur, yesəm soyuq olar. Qızdırdı abi, at. Nətə? Kulaq üstündə qızsın ye. Qulaq ölçdüm. Hə. Qulaq ölçdüm nədir? Buna biz kulaq üstü deyirik. Hə, qulaq ölçdüm. Orsiyyətlisən sən? Bakılı. Bakılı. Bakılı da yox, Şirvan. Şirvan, İnşallah Şakı Şirvan'a tam. Yox, elə Şəki. Əli bayramdır. Neçədir? Kilo 120 tüməndir. 120. Yox, dayı qoy qalsın. Ərdəbilə gedirəm. Mənə qonaq ol elə beləsi gir. Sağ ol, sağ ol. Vallahi. Sağ ol, sağ ol. Gedim mən. Sağ ol dayı. Ged Allah'a. Səni çox istədim. Səndən də səni. Çox istədim. İadət var. Kölənəm. Sənə qurban. Sağ ol, sağ ol. Kölənəm, səhv oldu deyəsən. Bunların ləhcəsində danışmaq istəyirəm, səhv danışdım. Kölənəm istəmədim. Bundan banan alsaq, dayı mən oradan bananla vuracam. Buradakı bananlar biraz daha yaxşıdır elə bil. Qaydan qalım, atını çək o yüzden. Sağ ol, sağ ol. Dağları görürsünüz uşaqlar. Dağlara gedək, dağlara gedək. Neysə, ağzımızı bağlayaq, sıra qalacaq. Az qalıb, Ərdəbilə çatırıq qardaş. Biriniz saxlayın, aparın. Gedirik. Görək başımıza nə gəlir ağrına. Piyada bir şəkildə gəlirəm bayaqdandır. Saxlamır maşın. Hava da get-gedə soyuyur. Artıq saat 5'i işləyibdir. Qaranlıq düşsə vallahi eşeğimiz öldü. Ay maşını saxladı. Ay sənin Allahına qurban olum. Ay sənin qadan qalım. Ay ölürdüm ay soğukda. Salam əleykum. Ərdəbilə getsiniz. Yo Ərdəbilə yox, görəcəm buradan şey yap. Səbəb Fatihə qabanı da. Neçə kilometr getsiniz gəlin məndə. Qabağa qədər gəlim. Gəl. Çox sağ olun. Məndən Ərdəbilə gedirəm. Ay dolmuş. Gedirəm, burada səhsaf var o tərəfə. Neçə kilometr getsiniz? Əvvəlimizdə bir dənə abadı var oraya kimi. Heç nə başa düşmürəm. Halalısan? Şirvan. Şirvan. Əl bayramını. Hoş gəlibsən. Xoş gördük. Əl bayram uşaqlara salımız. Nənə xoş gördük. Çox sağ olun. Burada nə qayırıysan sən? Turistəm, gəzirəm. Buna bax, buna şirindir, şirin. Qorxma, yaxşı, getdim. Getdim, narahat olma. Gəldim, yol üstü bir yerdə düşdüm. Gedirik də görək nə vaxt çatacaq. 1 saatlıq yolum qalıb. Çox qalmayım. Acam. Burada restoran da var. Yemək yesəm yuxulayacam. Ağır olacaq mənə. Ona görə yemək yemək istəmirəm. Birini saxlayın. Ay bu üstümüzə tökülər ha. Vallahi üstümüzə aşır. Ehtiyatlı ol. Ehtiyatlı ol, parçalayarım. Oğlu iç gəlir sönür. Sönür bunlarla qapışan verəm, çox böyükdülər. Vay vay. Ay saxla, Allahınız olsun, yiyəcəklər indi məni. Vay, nə buydu itləri də onlar. Vay vay vay. Salam. Ərdəbilə geçsiniz? Çox sağ olun. Necəsiz? Hardan gəlirsən? Mən Təbrizdən. Gəldim, çatdım Ərdəbilə. Ərdəbildəyəm. Dedim qardaş, məni apar kababçıların olduğu yerə. Hansı ki, bu küçə başdan ayağa kababçı. Qəşəng bir yer tapıb kababdan vurarıq bədənə. Cümə günü olduğuna görə çox yer bağlıdır. Xəstəlik götürdüm, xəstəlik. Dərman var yanımda, axşam içəcəm. Bir dərmandan zaddan vurum. Ay nə qəşəng. Nə qəşəng meyvələrdir. Bazar olsun. Dayı burada kababçı var, kabab. Hə, orada kebapçı da. Başqa bir yer var, oradan başqa. Oradan başqa var. Oradan da o aç qabaqda var. Tinində, bu tərəfdə, sağda. Hə. Bu tərəfdə var. Bu tərəfdə yox. 2 dənə orada var. Hə, orada. Bir baxın bu tərəfə də görün burada nə var. Burada da mən varam. Hə? Mən də varam. Siz Bəli, mən. kabab satırsınız? Yox. Hə. Meyvə satırım. Tutmadım tema. Ay bir tane çavayı kolu var.
Kababçı tapın, bir tikə çörək yəkdən acından ölürlər. Oğlum. Yıxılmışdım az qala. Buralar yola sal qomunla biraz mən danışım burada. Aycan qardaş. Ana. Nar. Göyçay narı. Nə qəşəydi. Mən o taydan gəlirəm. Bakıda Bakıdan. çok hoş gelirsən. Xoş gördük. Qardaş çağırdı, dedi gəl gəldim. Ya bananlara bak burada banan. Halımda mən sıxsa. Vay, qəşəng bananlardır. Dol, marş. İsa. Dolmalı. Marşı. Hə, marşı. Elə bildim dolma yazılıb bura. Neyleysen? Bu ara gittin ne gördün? Gəzirəm. Turistəm mən. Sen aranırsan. O taydanam. O taydan. Dey, o tayda koşunurun dey, bu tayda koşunurun dey. O nə deməkdir? Onda o terbiyede yazılır. Nə deməkdir o? Onun da terbiyesi yazılır. Yaxşı sözdür, pis sözdür. Nə deyir? Dayba o taydan baxacaqlar ha. Hə. Yəqin ki, yaxşı söz idi. Onu bir də de görüm yaxşı sözdür, pis sözdür. Geçer. Necə nə dedi? O Dey havaya yağış geldi. Çok dumanlı yağış geldi. Çaydan sel geldi. Çaydan sel geldi. Keçi kaldı o tayda, balası bu tayda. O ağladı, bu ağladı. Qəşəng söz. qəşəng sözdür. Gənclər, deməli Yusuf qardaş var. Onunla tanış olduq. Hansı ki, onun qardaşı Amerikada yaşayır. Mənim izləyicimdir. Yusuf qardaş mənə yazmışdı ki, bəs Ərdəbilə gedərsən, mən də gəldim və artıq Yusuf qardaşla görüşdük, onun qardaşı ilə. Bir kababçıya gəlmişik, qəşəng bir yerdir. Kabab yeyəcəyik, kabab gəlsin, göstərəcəm sizə, sonra otelə keçəcəm. Belə. Azərbaycan nə demək istəyirsiniz? Azərbaycana salamlar. Uşaqlar, belə bir kabab gəldi. Burada kabab servisi fərqlidir. Məndə ciyərlidir və lüləlidir. Qardaşlar da eyni şəkildə. Abiniş olsun. Sağ ol.